Hər hiperaktivlik diqqət əksikliyi sindromu olan uşağa dərman müalicəsi verməlimiyik? Yəni dərmana ehtiyacı varmı? Xeyr, hər hiperaktiv diqqət əksikliyi sindromu olan uşaq dərman müalicəsinə ehtiyac duymaya bilər. Bu onun şiddətindən asılıdır. Orta və ağır şiddətli hiperaktivlik və diqqət əksikliyi sindromu olan uşaqlar mütləq dərman müalicəsi almalıdırlar. Bu düzdür. Biz dərmanlarla bu sindromun əlamətlərini götürürük. Tam müalicə edə bilmirik. Hiperaktivlik diqqət əksikliyi sindromunun əlamətləri özü cinsi yetişkənlik dövrünə qədər davam edir və daha sonra azalma eğilimindədir. Yəni simptomlar uşağın yaşı artdıqca azalacaqdır və uşaq ilbəil daha yaxşı olacaqdır. Təbii ki, bu bütün hiperaktivlik diqqət əksikliyi sindromu olan uşaqlara aid deyil. Ancaq böyük əksəriyyət uşaqlar dediyim kimi davam edir xəstəliyin gedişatı. Dərmanı bu səbəbdən veririk ki, uşaqlar dərslərindən geri qalmasın, cəmiyyətdə uşaqlar arasında, müəllimələr arasında və ya ailə üzvləri arasında başqa anlaşılmazlıqlar, davranış problemləri, özgüvən problemləri yaşamasınlar. Bu səbəbdən hiperaktivlik diqqət əksikliyi sindromunun əlamətlərini görürlərsə, mütləq həkimə müraciət edib vaxtında doğru düzgün müalicə almaları tövsiyə olunur.